Vergi məcəlləsinə olunan yeni dəyişikliklərə əsasən, sabit qəbz və ailə kəndli təsərrüfatları üçün mövcud rejim saxlanılsa da, dərəcələr artırılacaq. Belə ki, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, sabit qəbzdə regional əmsallarda 3%lik dərəcə 5%-ə, 5%lik dərəcələr isə 8%-ə çatdırılacaq. Moderator.az məlumat verir ki, bunu Qafqaz.info-ya açıqlamasında deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu o deməkdir ki, toylarda, şənliklərdə və başqa tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məskəçilik və eləcə də fərdi foto, audio-video xidmətləri, fotostudiyalar istisna olmaqla sahəsində fəaliyyət üçün ödəniş minimum aylıq əmək haqqının 5% miqdarından 8%-ə artırılır. Digər sabit qəbz tələb edilən fəaliyyət növlərində isə dərəcələr 3%-dən 5%-ə çatdırılır. Bu fəaliyyət növləri üzrə regional əmsalların tətbiqini də nəzərə aldıqda, paytaxt və bir sıra iri şəhərlərdə ödənilən məbləğ daha yüksək olur. Belə ki, Bakı şəhərində kənd və qəsəbələr daxil olmaqla 2,0, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 1,5 və digər şəhər və rayonlarda isə 1,0 əmsalından istifadə olunur. Deputat deyib ki, yeni dəyişikliklərdən sonra sözü gedən fəaliyyətlə məşğul olanların ödənişlərində artımlar qeydə alınacaq. Məsələn, bərbər fəaliyyəti ilə məşğul olanlar əvvəl Bakıda 24 manat, 400 manat, minimum əmək haqq, vurulsun 3%, vurulsun 2 əmsal ödəyirdisə, 2026-cı ildən etibarən 40 manat, 400 manat, minimum əmək haqq, vurulsun 5%, vurulsun 2 əmsal ödəyəcəklər. Yəni, bərbərlərin aylıq ödənişində Bakı şəhərində 16 manat artım qeydə alınacaq. Belə 2%lik artım vurulsun 2 əmsal, bərabərdir 4%-dir. Minimum əmək haqqı da 400 manat olduğu üçün 16 manat, 400 manat vurulsun 4%, artım qeydə alınır. Və ya fərdi foto fəaliyyəti ilə məşğul olan şəxslər öncə Bakıda 40 manat, 400 manat, minimum əmək haqq, vurulsun 5%, vurulsun 2 əmsal ödəyirdisə, 2026-cı ildən etibarən 64 manat, 400 manat, minimum əmək haqq, vurulsun 8%, vurulsun 2 əmsal ödəyəcəklər. Yəni, həmin şəxslərin ödənişlərində 24 manat artım olacaq. Gözlənilir ki, yeni dərəcələr sabit qəbzin tətbiq olunduğu sahələrdə xərcləri artıracaq. Adətən isə sahibkarlar məcburi öhdəliklər üzrə xərclər artan vaxt qiymət artımlarına gedirlər.